Buyurun. Bu günlərin başı vaxtı ilə təxminən səhər saat 5 radələrində Azərbaycanın İrandakı səfirinə terror hadisəsi törətmiş terrorçu özü layiqli cəzasını aldı və edam olundu. Edamda Azərbaycan İrandakı səfirliyin əməkdaşları və bizim tərəfindən olan vəkilimiz iştirak edibdir. Qanuna ta əmin olublar ki, edam terrorçu belə də tam zərərsizləşdirilib. Və bu hadisə şübhəsi çox uzandı, ancaq bu günlərin onun edamın həyata keçirilməsi bir balaca bizim ailədə bizə bir balaca təslim gətirdi ki, övladımızın qatilini nəhayət ki, öz layiqli cəzasını aldı. Yəni siz də istəyirdiniz də edam olunsun, yəni ailə üzvləriniz də doktor. Bəli. Yəni siz də istəyirdiniz, yəni bu... Əlbəttə, biz dəfələrlə hələ təxminən 2023-cü ildə biz İranın baş prokuror müavini ilə görüşəndə bir dənə tələbimiz oldu ki, edam hökmü. Bu vaxtdan tələb edir və dəfələrlə də biz müvafiq sənədlər hazırlayıb İranın ədli orqanlarına göndərmişik edamla əlaqədar.